نستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على حبيبه ونجيبه وخيرته في خلقه حافظ سره مبلغ رسالاته بشير رحمته نذير نقمته سيدنا ونبينا أبي القاسم المصطفى ومحمد وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli müminələri, inanclı bazı qardaşlarımı mübarək cümə günü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah ibadət və itaətlərimizi qəbul eləsin. Biz səfər ayına daxil olduq. Allah Teala Muharrəm və səfər ayındakı əzadarlıqlarımızı, təvəssüllərimizi, dualarımızı, ibadət itaətlərimizi ali dərəcədə qəbul olunmuş ibadət və itaətlərdən qərar versin. Salavat yad edin. Əccəl fərəcəhəm. Ədəb və imanın əsas nişanələrindən, əlamətlərindən biri budur ki, insan hörmətli ola. Ehtiram və hörmət İslam dininin təkid elədiyi ömrə məsələlərdən biridir. Əlbəttə, üç növ ehtiram var. Bir növ ehtiram şəri ehtiramdır. Allah Teala şəriətdə qeyd edir ki, siz gərək bunlara ehtiram eləyəsiniz. Bir növ ehtiram əqli ehtiramdır. Onu ağıl deyir insana. Sən gərək bu məsələlərdə hörmətli olasan. Bir sıra ehtiram da var ki, onu ürf deyir. Cəmiyyətdə bu gedişat bunu göstərir ki, gərək mən ürfü nöqteyi nəzərdən, məsələn, bu şey hörmətlidir, mən gərək onun ehtiramını saxlayam. O bizdə bir misal var, deyir, kör atı minib göndərin gedir. Şəriət bunu təyid eləmir, onun hörmətini gərək saxlamayam. Yox, belə olmaz. Bəzi şeyləri ürf deyirsə, gərək sən ehtiramını saxlayasan. Bunları bir-bir inşallah tozih verəcəm. Allah Teala Həd surəsində buyurur: Zəlikə mən yuazzim hurumatillah fəhuvə xayrun. Buyurur, deyir, hər kəs Allahın qoyduğu qayda qanunlara hörmətlə yanaşsa, yəni Allahın haram buyurduqlarına hörmətdən yanaşsa, Allah qatında hörmət sahibidir, ən hörmətli şəxsdir. Bəzən görürsən, insan Allahın haram buyurduqları məsələyə hörmətdən yanaşmır. Onun hörmətini sındırır. Misal olaraq, mübarək Ramazan ayında Uca Allah bu ayı hörmətli qərar verir. Bu ayın hörmətini sındırır. Oruç tutmur ki, heç, zahirdə də insanların içərisində yemək yiyir. Və bu hörmət gərək sınmaya, bu hörmət saxlanılmalıdır. Uca Allah təkid eləyir ki, gərək insan hörmətli ola. Biz bəzi vaxt cəmiyyətdə bəzi insanlarla rastlaşırıq ki, o zaten hörmətsiz birisidir. Onu dində düzəltmir. Din gəlir, sadəcə təkan verir. İnsanın zatı nədirsə, o gərək mübarizə apara zatından. O yüksək iman əhli olmalıdır ki, özü nəfsinlə mübarizə apara, özünü yenə. Bəzi vaxt insan, çox üzr istəyirəm ifadəmə görə, zatı qırıqdır, amma dindardır. Sən bundan ehtiyatlı olmalısan. Çünki zatında problem var. O gərək irfani nöqtələri fəth eləyə, daxilinlə o qədər mübarizə apara ki, o yerə yetişə. O zat önəmlidir. Bəzən zat dəyişmir. Hörmətsiz insandır, din maskası altına keçib.
mömin maskası altına keçib 1 qram hörməti yoxdur zatında. O insan natamamlıq kompleksindən əziyyət çəkir. Belə bir insandan tamamlayıcı nəsə gözləmək möcüzədir. Bəzi insan bu cürdür. Özü zaten hörmətsizdir, dindardır da, amma biz ondan hörmət gözləyirik, görürsən onun bir zərrə qədər hörməti yoxdur cəmiyyətdə. Çünki özünə hörmət eləyə bilməyən şəxs cəmiyyətə nə cür hörmət eləyə bilər? Din gəlir, deyir, hörmətli olmalısan və hörmət eləməlisən, da hörmət qazanasın. Adam gəlir, dindarlıq maskası altındadır, şəxsiyyətindən xəbəri yoxdur. Bu cür insanlara biz cəmiyyətdə əfsus olsun ki, tez-tez rast gəlirik. Bəzi hörmətlər var, şəri hörmətlərdir. Allah Təbarək və Teala bunların hörmətinin vacib olduğunu vurğulayır. Mən bir neçə misal vura bilərəm. Məsələn, Məscidül Həram, Kəbə evi hörmətli məkandır. Məscidül Həram adına baxın. Orada bəzi şeylər haramdır. Ona görə deyirlər Məscidül Həram. Məscidül Həramda hacı ovovlaya bilməz. Bu ovovlaya bilməz nədir? Hacı ora məgər ovovlamağa gedib? Yox. Əgər bir hacı ehram geyindisə, orada bir xırda həşərat gəldi, onun üzərinə qondusa, onu öldürə bilməz. Çünki oranın hörməti var. Allah gör nə qədər orayı uca eləyib, deyir orada qan tökmək. Orada qan tökmək o evə hörmətsizlikdir. İmam Hüseyn əleyhissalam Zilhiccənin 8-də niyə Məkkəyi tərk elədi bilirsinizmi? Özü buyurur. Deyir, mən Məkkəyi buna görə tərk eləyirəm ki, mənim qanım bu Kəbə evinə tökülməsin. Kəbə evinin hörmətinə görə İmam Hüseyn əleyhissalam Məkkəyi tərk elədi. Çünki bilirsiniz ki, o plan qurulmuşdu. İmam Hüseyn terror olmalıydı. Şəhadətə çatmalıydı. O zalim qövm hətta gözlərinə qan gəlmiş o manqutlar İmam Hüseynin qanını Kəbədə tökməyə belə hazır idilər. İmam Hüseyn qanı Kəbəyə tökülməsin deyini orayı tərk elədi. Niyə? Kəbənin hörməti saxlansın. İmam Hüseyn Kəbənin hörmətini qorumaq üçün Kərbalaya üz tutdu, İraqa üz tutdu və oradakı hadisələrdə məlum məsələdir. Nə qədər hörmətsizlik elədilər İmam Hüseynə. İmam Hüseynin ailəsinə nə qədər hörmətsizlik elədilər. İmam Hüseynin nəşinə nə qədər hörmətsizlik elədilər. Elə bildilər o hörmətsizlikdən ucalacaqlar, Allah onları zəlil elədi. Allah Təbarək və Teala onları zəlil elədi. Hörmət mühüm məsələdir. O bəzən görürsən bizim cəmiyyətdə tez-tez sual edirlər. Aya məhərrəmlikdə toy eləmək olarmı? Səfər ayında toy eləmək olarmı? Əziz qardaşım, əziz bacım, bu məlum məsələdir, bəsit məsələdir, bu hörmət məsələsidir. İndi sən hörmət bacarmırsan, niyə gəlirsən məsələn deyirsən ki, şəriətdə varmı, fiqhdə varmı, nə bilim, bunu Peyğəmbər bu cür eləyib, Həzrət Əli, bu cür Həzrət Əlinin zamanında Kərbəla hadisəsi mi baş vermişdi? Bu bir ümumi qaydadır. Əhl-i beytin hörməti bizə vacibdir. Əhl-i beytin hörməti bizə vacibdir. O ki, qaldı Həzrət Əbu Abdillah Hüseyn. Bunun hörməti haqqında xüsusi hədislər var. İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalam, İmam Rıza əleyhissalamdan çox hədislər var. Məhərrəm və səfərin hörmətini saxlayın. Da indi biri hörməti saxlamır. Da neyiniyək biz ondan mübarizə parası deyirik ki, biz başa salırıq, olmaz. Da indi bir insan dədəsinə hörmət saxlamırsa, İmam Hüseynin nə cür hörmət saxlayır? Nənəsinə hörmət saxlamırsa, İmam Hüseynin nə cür hörmət saxlayır? Belə bir insana sual verirsən, sənin o ən sevdiğin haqqı üzərində tonlar qədər olduğu atan rəhməti etsə, sən onun 40-dan qabaq toy eləyə bilərsən də, şəriətdə haram deyil ki. Amma sən bunu eləyərsən, ya eləməzsən, eləsə cəmiyyət ona nə deyir? Onu qınaq obyektinə çevirərlər. Sən nə hörmətsiz insansın. İmam Hüseyin də bu babətdən. İmam Hüseyin dini diriltdi.
İmam Hüseyn şəriəti yenidən elə bir ərsiyə gətdi. İmam Hüseyn İslamı yenidən canlandırdı. Haqqı var üzərimizdə. Nəzir olur biz Məhərrəm və Səfərdə. Bunu dilimizə rahat deyə bilərik ki, rahat get toy elə. Toy eləyə bilərsən, müşkülü yoxdur. Amma bu ehtiramdır. Biz o ehtirama görə bəzən niyə qara köynək geyinirik? İmam Hüseynə ehtiram eləyirik, Əhl-i Beytə ehtiram eləyirik. Hər rəng geyinə bilərik. Bu mənim məhşər günü Allah qatında deyəcəyim sözdür. İlahi, mən ehtiramı bu cür elədim. Əlimdən nə cür gəldi, o cür hörmət elədim. Hörmət eləyərsən, inşallah hörmətin cavabını görərsən. O Aşura ziyarətində belə bir tikə var. Deyir ki, İmam Hüseynin şəfaəti yevməl vurud. Deyir, ilahi, o vurud günü İmam Hüseynin şəfaətini halıma şamil edir. Yevməl vurud, deyirlər, qəbir gecəsidir. O qorxulu gecə yevməl vuruddur. Ona görə deyir, hədislərdə var, deyirlər, qəbrin gecəsi qorxulu olar. Deyir, Aşura ziyarətini çox oxuyun. Aşura ziyarətini o qədər oxuyun ki, yevməl vurudda İmam Hüseyin gəlsin başınızın üstündə. Allah yevməl vurudda İmam Hüseyni başımız üstündə qərar versin. Bir dəfə deyə, ya Abdullah, mən hörmət elədim. Peyğəmbərə, Qur'ana və Əhl-i Beytə hörmət elədim. Hörmətini saxladım Allaha görə. Riyakarlığı Allaha görə elədim bunu. Allah onun cavabını insanın qəbrində əta eləyər. Həm bu dünyasında da əta eləyər. Allah ehtiramımızı həm Qur'ana, həm dinə, həm Peyğəmbərə, həm Əhl-i Beytə günü-gündən daha artıq qərar versin inşallah. İkinci hörmət əql hörmətidir. Əql tələb eləyir ki, sən gərək hörmət eləyəsən. Heç din, hələ dini qoyaq kənara. Əql nə deyir? Əql deyir, təcrübəli insana hörmət elə. Səndən təcrübəsi çoxdur. Yaşlı insana hörmət elə. Hələ dini qoyaq kənara əql. Əql bu qədər təkid eləyir. Özündən neçə il böyüyə hörmət elə. Bunlar niyə deyirsən, bunlara ehtiram eləmə məcburiyyətindəsən. Çünki sən də sabah yaşlanarsan. Sən də sabah cəmiyyətdə saçın, saqqalın ağarar. Əgər istəyirsən sənə də hörmət ola, sən gərək zamanasında ağsaqqallara, yaşlılara hörmət eləyəsən. Bəzi insan var, nə olar sənin savadın çoxdur, onun savadı azdır. Amma onun dünya təcrübəsi, ömür təcrübəsi səndən çoxdur ki. Ən azından gərək ona hörmət eləyəsən. Görürsən, bəzən cəmiyyətdə insan 3-4 dənə səhvə açıq kitab oxuyur, qürur tutur. Da qabağında nə yaşlı bilmir, nə təcrübəli bilmir. Kim gəldi tənqid eləyir, kim gəldi təhqir eləyir. Belə insan cəmiyyətdə nə gözləntimiz var ki, belə bir insan müvəffəq olur. Bu insan heç vaxt cəmiyyətdə müvəffəq olası deyil. Niyə? Çünki hörmət bacarmır bu insan. Üçüncü məsələdə ürf hörmətidir. Ürf hörməti də lazımdır. Ürf hörməti nədir bilirsiniz? Məsələn, biz xristiyan ölkəsində yaşayırıq. Gürcüstan xristiyan ölkəsidir. Burada xristiyanlar var. Onların müqəddəs bildikləri günlər var. Onların müqəddəs hesab elədikləri məbədlər var. Onların müqəddəsatları var. Bu ürfi hörmət bizə vacibdir. Allah rəhmət eləsin, mərhum İmam Xomeyni onu şahın zamanında Parisə sürgün eləyəndə orada getdi, uzun müddət qaldı. Avropada bilirsiniz ki, küçədə heyvan kəsmək, toyuq kəsmək qadağandır. Olmaz, qan tökmək olmaz. Onun müəyyən yerləri var, gərək gedəsən orada, boynalar var, orada kəsmək lazımdır. Bir dəfə qurbanlıqda gəlirlər, mərhum imamdan sual eləyirlər ki, ya, biz bir müsəlman olaraq Avropada yaşayırıq, biz burada qurbanlıqda özümüz, Bismillah, üzü qibliyə, bıçağa dua oxuyaq, bu cür tam, orijinal, şəriət əsasında istəyirik qurban kəsək, olar ya olmaz? Adil olmaz. Niyə? Çünki bu ölkənin qanununda qadağadır bu. O ürfə hörmət eləmək lazımdır. O ürfün qanununa hörmət eləmək lazımdır. Təsəvvür böyük müştəhid bu dərrəcədə buna hörmət eləmək lazımdır. Siz yadınıza gəlir, biz neçə illərdir
Bəzi xristianların bəzi günlərində məscid tərəfindən bu az yaşlı möminə xanımlar, o qızlar aparırlar, gül paylayırlar şəhərdə. İçində də bir yazı məscid tərəfindən təşkil olunur. Onlar bilsən nə qədər sevinirlər. Maşallah, bir müsəlman mənim dinimə hörmət eləyir. Sabah mən qurbanlıqda, fitir bayramında da aparıb onlara gül verəndə onlara təbiidir. Onların dininə hörmət eləyirik, onlar da bizim dinimizə hörmət eləyir. Dini qurumlar var Gürcüstanın. Dini qurumların özünün xüsusi təqvimi var. Təqvim çap edir. Təqvimində həm xristian, həm də müsəlman ayinlərinin, günlərini orada qeyd edir. Məsələn, böyle. Öz günlərini qeyd edir. Bizim məsələn Həzrət Məsihin doğumudur, Pasxa bayramıdır, nədir, böyründə gətirir. Fitir bayramı, Qurban bayramı, hətta Qədirxun bayramı maraqlıdır. Qədirxun bayramını gətirir. Yəni fərq eləmir onlar üçün sünni və şiə. Görürsən, həm sünni qolunda, həm şiə qolunda hər balansı qoruyurlar. Bu təqdirə layiqdir. Biz onlara hörmət edirik, onlar bizə hörmət edir. Buna deyirlər ürfi hörmət. Ürfi hörmət bizə vacibdir. Ay, din deməyib, mən gərək buna hörmət eləyəm. Yox, bunu ürf deyir, mən gərək hörmət eləyəm. Hörmət elə, hörmət qazan. Allah Teala şəriətdə neçə məsələyə toxunur özəlliklə. Birinci məsələdir, Qur'an, Qur'ana hörmət eləyir. 2. Peyğəmbər, Peyğəmbərə hörmət eləyir. Peyğəmbərin hörmətini Qur'anda Allah nə cür gətirir, bilirsən? Buyurur, La təc'alu dua'ər-rəsul beynəkum kə-dua'i bə'zikum bə'za. Çox əcib ayədir. Bu ayə Nur surəsinin 63-cü ayəsindədir. Buyurur ki, səslərinizi Peyğəmbərin yanında, Peyğəmbəri bu cür ki, bir-birinizi çağırırsınız, o cür çağırmayın. Peyğəmbəri ilə çağırmayın. Bir-birinizdən nə cür rəftar edirsiniz, Peyğəmbərin o cür rəftar edin, Peyğəmbərə hörmət qail olun. Allah özü Quranda Peyğəmbərə hörmət qaildir. Bir dəfə də olsun Peyğəmbəri adına çağırmır. Quranda Peyğəmbəri nə cür xitab edir? Ya əyyuhər rəsul, ya əyyuhən nəbi, ey Allahın rəsulu, ey Allahın nəbisi. Peyğəmbərə deyir, bu cür gərək hörmət eləyəsən. İndi bəzən insanlar hörmət eləmir, hörmətsiz olur. Ruhaniyə hörmət elə. Öləsən? Yox. Bu hörmətdir. Deyir, hörmət elə. Allah Quranda deyir, Peyğəmbərə hörmət elə. Ruhani Peyğəmbərin missiyasını qabağa aparır. Təbliğ eləyir. Ruhaniyə hörmət elə. Bəli, o da sizin üçün bir insandır. Fərqi yoxdur. Amma sən hörmət eləməlisən. Niyə? Çünki Allah Peyğəmbərin hörmətini vacib eləyir. Bu hörmət vacib məsələ. Əhl-i beytə deyir, hörmət elə. Bizim Mühərrəm və Səfərdəki matəm məclislərimiz Əhl-i beytə hörmətdir. Allaha and verirəm o izzət və cəlalına, Allaha and verirəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə. Allah Təbarək və Teala dünyamızda və axirətimizdə bu ehtiramın qarşılığını bizə qat-qat nəsib eləsin. İmam Hüseynin Kərbəlada hörmətini çox sındırdılar. İmam Hüseyni çox pis vəziyyətə saldılar. Siz onu həm rozələrdə, həm məktəbdə oxuyursunuz. O qədər alçaldılar ki, İmam Hüseyni alçaldılar. Tarixdə bir nəfər var, Əbdullah ibn Havzə. Allah onun atəşini bol eləsin. İmam Hüseyn əleyhissalam Aşura günü xeymələrin arxasında gəlir, bir qudal düzəldir. Bir quyu kimi bir şey. Orada bir atəş qalır. Bilirdi İmam Hüseyn Aşura günü. O şəhid olandan sonra xeymələri qarət eləyəcəklər. Ora qədər bunlar gələcəklər. Atəş qalır. Əbdullah İbn Havzə gəlir, atından durur İmam Hüseynin qarşısında, deyir ki, sən nə iş görürsən? Atəş qalırsan? Zatən sənin yerin atəşdir.
biz səni öldürməkdən səni cəhənnəmə yola salacağıq. Sən bu atəşi elə bu dünyada özün üçünmü qalıyırsan? İmam Hüseyni bu sözdən təhqir edir. İmam Hüseyin çox narahat oldu. Dedi, ilahi, bu bizim hörmətimizi saxlamadı. Onu bildiyin şəklə sal. Tarixdə var, deyir, at kişnədim, onu göydən gətdi, çırpdı, həmən qudalab, başı dəydi, daşa, elə İmam Hüseyin qaladığı o da düşdü, yandı, cəhənnəmə getdi. İmam Hüseyin Allahdan bəzi şeyləri istəyərdi, amma istəmədi. İmam Hüseynin hörmətini çox sındırdılar. Ta o qədər ki, İmam Hüseynin libasını əynindən çıxartdılar. Ta o qədərə ki, İmam Hüseynin bir üzükdən ötəri İmam Hüseynin barmağını kəsdilər. Ta o qədərə qədər ki, İmam Hüseynin cənazəsinin üstündən at çapdırdılar. Xanım Zeynəb deyir, mən vida üçün məktələ gəldim, İmam Hüseyni tanımadım. Nə baş var bədəndə, nə barmaq var əldə, nə libas var əynində. Ta o zamana qədər ki, bir nəfər gəldi məktəldə yazdı. İmam Hüseynin başı bədəndən qəti olmuşdu. İmam Hüseynin libası, üst libası qarət olmuşdu. Bir lənətullah gəldi. İmam Hüseynin əl atdı şalvarına. İstədi İmam Hüseynin şalvarını çıxardı. Allah, səni and verirəm izzət və cəlalına, səni and verirəm nazil etdiyim Qur'ana. İmam Hüseynin Kərbəlada o son pik həddə qədər hörmətini sındıranların yerin atəşdə qərar verir. Onlar İmam Hüseynin hörmətini sındırdılar. İmam Hüseynin libasını əynindən çıxartdılar. İmam Hüseynin bədəni günlər altında qaldı. İmam Hüseynin başı təhqir olundu, Şama getdi. Amma bu gün Allah İmam Hüseynə izzət verdi. İmam Hüseyn milyonlar insanlar zəvvardı hal-hazırda İmam Hüseynə hazırdılar. Bu isti havada İmam Hüseynin o ziyarət dalğasını qoşulurlar. Allah onlar İmam Hüseynə hörmət eləmədilər, hörmətlərini sındırdılar. Allah onların hörmətini sındırdı. O kəslər ki, İmam Hüseynə hörmət qail oldular, Allah onlara izzətli qərar verdi. İlahi bizləri o izzətlilərdən qərar ver. İmam Zaman ağanın zuhru təcil, aqibətimizi xətmi xeyr olsun. Salavat yad ilə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfi xusr illəl-ləzina amanu və amilus-salihat və təvasav bil-haqq və təvasav bis-səbr. Sallu ala Muhammed və ali Muhammed.